Bəs bayaq düşükləri dedik. Necə olur ki, bu düşük baş verir? Yəni hansı mexanizmdən? AFS-də və yaxud da ki, lupusda? Bəli, antifosfolipid sindromundan söhbət gedirsə, onun özünə məxsus antitelləri var qanda. Yəni yad cisim formasında xəstənin orqanizmi, immun sistemi onu yad cisim kimi o antitelləri qarşılayır və nəticədə gedir döldə, plasentada qan dövranının pozulmasına, uşaqlıq daxili qan dövranının pozulmasına, xırda damarlarda trombozların əmələ gəlməsi nəticəsində dölün inkişafına təsir göstərir. Dölün inkişafını, yəni oksigensiz qalan döl inkişaf etmir, biz bilirik. Oksigen mübadiləsinin pozulması nəticəsində qidalanmanın pozulması dölün inkişafını saxlayır və nəticədə 20 həftədən öncə düşüklər formalaşır. Tək yenə dediyim kimi qırmızı qurd eşinəyində də ona özünə məxsus antitellər var. Orada məsələn tibbi dildə desək anti-DST antitelləri var. Antifosfolipid sindromundan söhbət gedirsə özünə məxsus kardiolipinlər, antikardiolipinlər, imoglobulin G, beta-glikoprotein antiteli var ki, həkim mütəxəssislər mütləq şəkildə o qan analizində baxılmalı və 12 həftədən ikinci dəfədə təkrarlanıb. Nəticədə pozitiv nəticə verirsə, ən azı 2 dəfə yoxlanılandan sonra, əgər həmin nəticələr pozitivdirsə, yəni yüksəkdirsə, bu zaman biz antifosfolipid sindromunun diaqnozunu təsdiqləyirik və ona görə də planımızı, müalicə planımızı yəni həyata keçiririk. Bir də ürəyi zədələyən antikorlardan. Bəli, var. Anti-ROS